Türkiyəni düşmən elan etdilər. 15 dekabr tarixli və gündəm xəbər nefrində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Türkiyə ilə İsrail arasında regional gərginlik get-gedə artmaqdadır və İsrailin New Yorkdakı baş konsolosu Ofir Akunis televiziya proqramlarının birində çıxışı zamanı Türkiyəni hədəf alan sərt bir açıqlama səsləndirib. Gündəm xəbər Müsavat.com-a istinadən məlumat verir ki, o Türkiyə İsrailin düşmənidir deyərək Tel Əvivin rəsmi mövqeyinin heç bir Türk əskərinin Qəzzaya daxil olmaması olduğunu bildirib. Akunis İsrailin Qəzza və Suriya siyasətindən danışaraq Qəzzanın gələcəkdə yenidən qurulmasında Türkiyənin hərbi iştirakına qəti şəkildə qarşı çıxıb. O, həmçinin İsrailin Suriyada, həmçinin Şamla Yoran təpələri arasında əskərdən təmizlənmiş zona yaradılmasını istədiyini açıqlayıb. Bu açıqlamalar Amerikanın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın İsraili planlaşdırılan səfəri ərəfəsində səsləndirilib və Barakın danışıqlarında Qəzza və Suriya mövzularının əsas gündəm olacağı gözlənilir. Qeyd edilək ki, beynəlxalq mediaya görə İsrail xüsusilə Türkiyənin mümkün beynəlxalq sülh məramlı gücdə iştirakından narahatdır və ekspertlər Tel Əvivin bu mövqeyini Ankaranın bölgədəki güclü təsiri ilə əlaqələndirirlər.